Salam əziz iştirakçılar, dəyərli qrup üzvləri, hər birinizi salamlayıram. Hər birinizin axşamınız xeyir olsun. Bu arada dünənki müəllimlər günü münasibətilə sizin hər birinizi təbrik edirəm. İşlərinizdə daimi uğurlar, bol nailiyyətlər arzu edirəm. Mən Dərya qrup rəhbəri Aytaç Məhərrəmova. Bu gün Dərya qrupda növbəti ödənişsiz vebinarımız keçirilir. Vebinarımızın mövzusu məktəbəqədər yaşlı uşaqlarda öyrənmə çətinliklərinin erkən aşkarlanması və müdaxilə yolları mövzusudur. Təlimçimiz isə pedaqoq Günay Novruzova olacaqdır. Günay xanım, axşamınız xeyir, necəsiz? Salam, axşamınız xeyir olsun. Necəsiz? Hər vaxtınız xeyir. Dünənki müəllimlər günü münasibətilə sizi təbrik edirəm. Başlaya bilərik uğurlu vebinarlar. Çox sağ olun. Bugün çıxışımda məktəbəqədər dövrdə öyrənmə çətinliklərinin erkən aşkarlanması və müdaxilə yollarından danışmaq istəyirəm. Ümumiyyətlə bu dövrün əhəmiyyəti mütəxəssislər tərəfindən hər zaman vurğulanır. 0-6 yaş dövrü uşaqlarda öyrənmə potensialının ən yüksək olduğu bir dövrdür. Bu dövrdə uşaqda psixoloji, daha sonra sosial, yəni bir çox inkişaf mərhələləri məhz bu dövrdə formalaşır, təməli qoyulur. Əgər bu dövrdə boşluqlar yaranarsa, bu uşağın artıq məktəbə başladığı dövrdə böyük problemlərə yol açır, öyrənmə çətinliklərinə yol aça bilir. Bu da oxumağında, yazmağında, ümumiyyətlə akademik göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır və nəticədə uşaq özünə inamı itirir. Ona görə də ilkin mərhələdə, ümumiyyətlə məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqlarda getməyən uşaqlar arasında böyük fərq olur. Bunu bu yaxınlarda məktəbin hazırlıq qruplarına gedən uşaqlarda daha çox müşahidə etdik ki, bağçaya gedən uşaqlarla getməyən uşaqlar arasında böyük fərqlər oldu. Mən sizə bugün danışmaq istəyirəm pedaqoji defisitdən. Nədir pedaqoji defisit? Bu uşaqlarda ümumiyyətlə yaşına uyğun pedaqoji və ümumiyyətlə təlim-tərbiyə prosesinin yaşına uyğun getməməyi, bu həm ailədə, həm müəllim tərəfindən, həm də sosial baxımından uşaqlarda boşluqların yaranmasıdır. Ailədə necə? Valideyn diqqətsizliyi, məktəbdə və yaxud da bağçada müəllimin fərdi proqram, differensial yanaşmaması, daha sonra sosial baxımından uşağın dostunun olmaması, oyunlarda hər zaman təklənməsi, təcrid olunması və bu kimi problemlər gələcəkdə uşaqlarda öyrənmə çətinliklərinə gətirib çıxarır. Bu dövrdə müəllim uşaqlara necə kömək eləməlidir? Əgər müəllim aşkarlasa ki, bu uşaqda pedaqoji baxımsızlıq var, ümumiyyətlə bunun hansı meyarlara əsasən deyə bilərik ki, bu uşaqlarda pedaqoji defisit var? Yaddaşın zəifliyi, daha sonra öyrənmə mühitində məşğələyə, məsəl üçün, dərsə başlayırsan, uşaq yayınır, çəkinir, qatılmaq istəmir və s. oyunlarda hər zaman tək qalır, təklənir. Bunları müşahidə ediriksə, müəllim uşağa fərdi yanaşmalıdır. Ümumiyyətlə biz baxın, iki fərqli materiallardan hazırlanmış sudur. Su stakanlardır. Biz bunların hər ikisinə eyni gücü tətbiq eləyə bilmərik. Təbii ki, bunu möhkəm saxladığımız kimi bunu saxlaya bilmərik. Yəni uşaqlar da elədir. Biz bütün uşaqlara eyni cür yanaşa bilmərik. Eyni qüvvəni, eyni gücü sərf edə bilmərik uşaqlara. Uşaqları
fərdi yanaşmaq lazımdır. Öyrənmə tərzləri var, audial, vizual və kinestetik. Bəzi uşaqlar eşitdikləri zaman daha yaxşı öyrənir. Bəziləri gördükləri zaman, bəziləri ona toxunmasa öyrənə bilmir. Bunları yəni müəllim daha yaxşı müəyyən etməlidir ki, hansı uşaq ümumiyyətlə necə öyrənir. Bu gün ən güclü təhsil sistemi Finlandiyadadır və onlarda necə bir metod tətbiq olunur? Uşaq həm görməlidir, həm eşitməlidir, həm də toxunmalıdır. Yəni ən aşağı yaş dövründən yuxarıya qədər, yəni bu metod istifadə olunur. Məsəl üçün uşağa almanı öyrədirik. Uşaq bu almanı həm eşitməlidir, həm görməlidir, həm də ona toxunmalıdır. Məsəl üçün, adi 5 rəqəmini öyrətmək istəyirik uşağa. Biz göstəririk ki, hə, bu 5-dir, bu cür yazılır. Amma bu uşağın yaddaşında qalırmı? Uşaq bunu öyrənirmi? Yox. Məsəl üçün, adi belə bir materialda məndə resursum var. Muncuqların düzülməsi. Uşaq əli ilə toxunur, 5 sayını burada yığır. Daha sonra kağız üzərində onun üzərindən gedir. Bu zaman uşağın yaddaşında daha yaxşı qalır. Nəinki şəkil üzərindən və yaxud da lövhədə sadəcə göstəririk ki, bu 5 rəqəmidir. Bəzən bu dövrdə ən çox da nitq geriliyindən əziyyət çəkir uşaqlar. Yəni yaşından çox-çox aşağı göstəricilərlə uşaqlar gəlir. Məsəl üçün öz təcrübəmdən deyirəm. Valideyn gəlir narahatdır ki, uşağım öz yaşıdları kimi ünsiyyət qura bilmir, danışa bilmir. Valideyndən soruşursan ki, uşaqla ünsiyyətiniz hansı dərəcədədir? Evdə uşağa nağıl oxuyursunuzmu? Uşaqların suallarına ətraflı cavab verirsinizmi? Valideyn deyir, xeyr. Nağıl qoyuram telefonda, uşaq dinləyir. Amma nağıl özü böyük bir uşağın inkişafında təsirə malikdir. Təbii ki, seçici olmaq lazımdır nağıl oxuduğumuz zaman. Çalışıb uşaqlara açıq tipli suallar ünvanlanmalıdır. Adi, məsəl üçün, hər kəsin bildiyi cırtdan nağılını götürürük. Biri var, siz oxuyursunuz cırtdan nağılını, uşaq dinləyir. Bu, onun üçün nə dərəcədə maraqlı ola bilər? Bir də və yaxud bunu səhnələşdirdiyimiz zaman uşaqlar üçün daha çox maraqlı olur və yaxud da nağılı ortada kəsirik və uşaqlara açıq tipli suallar ünvanlayırıq. Sən olsan, işıq yanan tərəfə gedərsən, yoxsa itirən tərəfə gedərsən? Sən cırtdanın yerində olsaydın, dostlarına necə kömək edə bilərdin? Bu halda necə bir qərar verərdin? Yəni bu tipli, açıq tipli suallar ünvanlayaraq uşaqların həm söz bazasını artıra bilərik, həm uşaqların söz bazasını artıra bilərik, həm də ki, onların inkişafını, özünü ifadəni uşaqlarda formalaşdırmış olarıq. Daha sonra danışmaq istəyirəm sizə Montessori metodundan. Montessori metodu 1900-cü ildə Maria Montessori tərəfindən əsası qoyulmuşdu. Maria Montessori ilk olaraq əqli çətinliyi olan uşaqlarla işləmişdi. Həmin uşaqlar heç bir əllərində oyuncaq, heç bir material olmadan boş otaqlarda saxlanılırdı. Bir gün Maria Montessori müşahidə edir ki, həmin uşaqlar onlara verilən quru çörəyin içərisini əllərində forma, şəkil verməyə çalışırlar və bu zaman Maria Montessori böyük bir araşdırmaya başlayır və hər gün uşaqların yanına gedəndə fərqli-fərqli materiallarla uşaqları təmin edir.
və bir müddətdən sonra artıq uşaqlarda gözlə görüləcək bir inkişafa nail ola bilir. Bununla da bu gün dünyada yayılmış, dövrümüzə qədər gəlib çatmış, hələ də aktual olan Montessori metodunun əsası qoyulur. Yəni uşaqları fərqli materiallardan istifadə etməyə şərait yaratmaq lazımdır. Ümumiyyətlə öyrənməni təşkil etmək üçün, uşaqlar üçün effektiv öyrənmə mühiti yaratmaq üçün müəllim uşaqlarını daha çox müşahidə etməli və burada bir şeyə də danmaq olmaz ki, müəllimlə yanaşı valideynin də dəstəyi mütləqdir. Bəzən valideynlərə yönləndirməyə çalışırıq. Müəyyən, yəni problemləri müşahidə ediriksə, valideyninə deyiriksə ki, məsəl üçün uşağa lazımdır psixoloqa göstərməyə və yaxud da nevropatoloqa göstərsəniz yaxşı olar. Bəzən valideynlər buna o qədər sərt çıxır ki, xeyr, mənim uşağımda heç bir şey yox idi, atası da belə olub və yaxud da əmisi belə olub, o da gec dil açıb, gec danışıb, yəni qəbul etmək istəmirlər və nəticədə də uşaqdakı problem bilirsiniz, biri var, bir il uşaq yaşlarından geri qalır və müəyyən təlimlərlə bunu aradan qaldırmaq olar. Biri də var, bu problem həll olunmur və get-gedə bu məsafə daha da çoxalır və nəticədə müəyyən yaşa çatanda bu geriliyi o qədər biruzə verilir ki, artıq əqli geri kimi görsənir öz yaşıdlarından. Ona görə vaxtında müdaxilə olunmalıdır. Ümumiyyətlə, bu dövrdə uşaqlarda müxtəlif oyunlardan istifadə edə bilərik. Hansı ki, uşaqların torpaqla, su ilə oynamağına uşağın icazə vermək lazımdır və bəzi uşaqlar var ki, onlar özünə qapalıq olur, daxilə qapalıq insan tipinə məxsusdur və o qrup fəaliyyətində onun üçün çətindir. Uşağa fərdi işlər verəndə uşaq daha yüksək nəticə göstərir, nəinki qrup işlərində və yaxud da kollektiv hər hansısa bir fəaliyyətlə məşğul olanda bu uşaqlara çətin olur. Bəzi uşaqlar da var ki, onlara fərdi işləmək çətindir. Onlar qrup daxilində və yaxud da cütlərlə iş zamanı daha produktiv ola bilir, daha yaxşı nəticə göstərə bilirlər. Buna görə təlim prosesini elə təşkil etmək lazımdır ki, yəni uşaqlara fərdi yanaşmalıyıq ki, onun fərdi xüsusiyyətlərini nəzərə almalıyıq ki, o uşağa köməklik göstərə bilək. Mən istəyirdim ki, müəllimlərdən və yaxud da valideynlərdən kimsə varsa, sual və ünvanlamaq istəyirsə, buyursun, biraz da suallardan yol alıb davam edək. Salam, mən sual vermək istəyərdim. Bəli, Belə deyim, əgər uşaq məktəbə gedər yaşındadırsa, 6 yaş tamam olubsa, hecaları oxumaqda çətinlik çəkirsə, məsələn, na hecası, an hecası, bunu necə düzəltmək olar? Neçə dəfə demək lazımdır? Çox çətinlik çəkir oxumaqda. Neçə hecaları öyrənməkdə, hərfləri yadda saxlamaqda. Ümumiyyətlə 6 yaş dövründə uşaqlarda bu problemi aradan qaldırmaq üçün oyunlar oynaya bilərsiniz. Ən yaxşı, ən effektiv Zavsev kubları var. Bir kubu götürürsüz, onun üzərinə müxtəlif hecalar yazıb yapışdıra bilərsiniz. Məsəl üçün zər kimi atırsınız, uşaqla belə bir oyun oynaya bilərsiniz və yaxud da bir sözün tərkibindəki hecaları dağınıq formada yazıb, məsəl üçün rənglərlə, kodlarla göstərə bilərsiniz. Ən effektiv öyrənmə forması oyundur. Əgər uşaq hərfləri unudursa, siz hərfləri xüsusi qumlar satır.
çatılır. Yəni o qumların üzərində uşaq barmağı ilə bax. Məsəl üçün Finlandiya üsulunda ən çox istifadə olunan odur ki, uşaq hiss eləməlidir. Toxunduğu bir şey, o barmağımızın ucunda ümumiyyətlə sinirlər yerləşir. Bax bu iki barmağımızda nitq sinirləri yerləşir. Digər barmağımızda beyinlə əlaqəli sinirlər yerləşir. Daha çox toxunaraq, məsəl üçün hərfi plastilinlə hərfi yazmaq, daha sonra bir kağızın üzərinə bir hərfi yazın, üzərinə enli yapışqanla yapışdırın, uşaqlar o xəttin üzəri ilə getsin, onun üzəri sonra rahatçılıqla silmək mümkündür onu. Məsəl üçün belə bir oyunlarla oynaya bilərsiniz. Tez-tez uşaqlara sual verin. Məsəl üçün, adi danışdığınız, adi bir söhbət etdiyiniz müddətdə uşağa sual verin. Bu söz hansı səslə başlar? Hansı səsi birinci eşitdin? Və yaxud da ortada hansı səsi eşitdin? Məncə belə oyunlarla daha effektiv ola bilər. Müəllimə, nə məsləhət görürsünüz? Məsələn, əgər maya kimi çatdırmalıyıqsa, məsələn, sentyabrdan artıq başlayıb və mayda bitir də təlim. Bu bir hərfin üzərində normal uşaqda neçə dəfə qalmaq lazımdır? Onu xanım, uşaqlar fərqlidir. Yəni məhz deyə bilmərik ki, bu uşaqda 3 dəfə və yaxud da 4 dəfə bir hərfin üzərində təkrarlasa və yaxud da bir hərfi nə bilim, bir dəfə, 2 dəfə desək, hə, bu kifayət eləyər. Uşaqlara fərdi yanaşmaq lazımdır. Siz özünüz burdan yol alıb uşağın inkişafına uyğun müəyyən eləyəcəksiniz ki, yəni uşaq artıq bu hərfi normal öyrəndi, öyrənmədi. Mən sizə vəsaitlərdən də deyə bilərəm. Hərflərə uyğun, məsəl üçün A hərfini keçmisiniz. A səsinin daha üstün olduğu dinləmə mətnləri var. Bu Hədəfin əlifba kitabında, sonra Çınarın əlifba kitablarında baxsanız, orada QR kodu oxudursunuz dinləmə mətni. Həm siz səsləndirə bilərsiniz, şəkillə də var, həm də dinləmə mətni var. Uşaq o mətni dinləyir və daha sonra həmin o dinləmə mətninə uyğun çalışmalar var. Bərabər işləyirsiniz. Burada görəcəksiniz ki, necə yaxşı uşağın öyrənmə prosesinə təsir eləyəcək. Bəs 4 yaşlı uşaq qələm tutmağı bacarmırsa və mən onun əllərinə fikir verirəm, barmaq ucları çox yumşaqdır da. Demək olar qələm tutmağı öyrənə bilmirəm ona. Mən sizə deyim. Məsəl üçün, bunun daha böyük formaları var. Məndə indi hal-hazırda əlimin altında budur, göstərirəm. Bax, bunu barmağınızda, 2 barmaqda tutur uşaq, böyüdür. 20 ədədini bunu üst-üstə qoyur, bu hərəkət. Daha sonra bu karandaşları barmaqlarının arasına belə yığır, 5 barmağın arasına. Sonra başlayır, birinci bunu buraxır, sonra bunu buraxır. Bu hərəkətlər uşağı yazıya hazırlayır, yazı mərhələsinə. Bir də xüsusi bir nədir o, rezin materialında olur, barmağa keçirirsiniz bu formada, 2 barmağına. Və sonra qələmi buradan belə keçirdirsiniz bu formada. O da uşağa çox rahatdır yazmaq. Salam, axşamınız xeyir. Mən bilmək Axşamınız istərdim, tutaq ki, 2 hərfli sözləri uşaq oxuyur, amma birləşdirə bilmir. Onda nə kimi məsləhətlər verə bilərsiniz? Uşağın neçə yaşı var? Yaşına bax. 5-6 yaş, 6 yaş artıq 1-ci sinifə gedir. Birinci sinifə gedirsə, yenə deyirəm, Zavsiya kubları var. Bu kublarla oyunların təşkili uşaqlarda daha yaxşı nəticə verir. Daha sonra dinləmə mətnləri daha çox istifadə eləyin onda. Məktəbdəki əlifbalarda bildiyim qədərilə yoxdur, amma bu əlavə vəsaitlər alıb uşaqla bərabər onları işləsəniz, görəcəksiniz ki, effektiv təsir var. Eşitsel diqqəti az olur onda o şəkildə. Ona görə uşaq biraz çətinlik çəkir.
Yox, ona baxmaq lazımdır ki, uşaq məktəbə, bəzi uşaqlar var ki, artıq bağçadan gedirlər məktəbə. Bağça dövründə artıq dövlətin müəllim uşaq qarşısında qoyduğu minimum tələblər var ki, hər il uşaq yaşına uyğun bu tələblərə cavab verməlidir. Tədris ilinin sonunda. Əgər bağçaya getməyibsə uşaq, birdən-birə məktəbə gedibsə, təbii ki, o uşaq üçün çətin olacaq. Yox, əgər müəyyən bir təlim görübsə uşaq və onun üçün çətindirsə, yenə deyirəm, ən effektiv variant oyunlardır. Hisslər. Siz lap uşağı hər hansısa bir mərkəzə də aparsanız, xüsusi pedaqoqlar da məşğul olsa, uşaq hiss eləməlidir. Uşağı, məsəl üçün, hərflər də A hərfi, ana sözünü götürək, məsəl üçün, qumun içərisində uşaq ananı yazsın, barmağı ilə hiss eləsin və yaxud da plastilinlə yazsın. Bu həqiqətən də elmi əsası olan, yəni bir metoddur. Ən yaxşısı budur. Yəni bundan o yana yoxdur. Sonra uşaqlarla hecaları bir torbaya, özünüz balaca vərəqlərdə torbaya yığa bilərsiniz və uşağa deyə bilərsiniz ki, torbadan çıxartsın. Belə oyun xarakterli də, əsasən oyun xarakterli olur. Yəni nəticə əldə etmək üçün uşaqlar üçün maraqlı olan oyundur. Öyrənmə prosesini oyuna çevirəndə, oyun şəraitində keçirəndə nəticə də gözə çarpacaq dərəcədə yaxşı olur. Və əsas uşaqda dinləməni inkişaf elətdirin. Dinləməni. Bəs müəllimə, ikinci sinifdə oxuyursa uşaq, oxuması çox zəifdirsə, yəni oxuya bilmirsə, demək olar çox az oxuyur da, məsələn, çox sadə sözlər. Əgər 3-cü sinifdədir və oxuya bilmirsə üzdən, bu uşaqda disleksiya əlaməti ola bilər. Bu disleksiyanda müəllimlər diaqnoz qoya bilmir. Siz bir peşəkarlara müraciət etməlisiniz. Müəyyən testlər var ki, o testlərin nəticəsində və tətbiq olunan xüsusi proqram nəticəsində o disleksiya əlamətlərini minimuma salmaq olar. Əgər amma vaxtında müdaxilə olunmasa, onun akademik göstəriciləri get-gedə aşağıya düşəcək. Uşaq artıq öyrənmə prosesində iştirak etmək istəməyəcək, çünki baxacaq ki, yaşıdları daha yaxşı nəticə göstərir. Bu hələ oxuya bilmir. Çox ciddi problemlərə yol aça bilər. Bəs müəllimə onunla məşğul ola bilməz ki, fərqi məsələn. Xeyr, disleksiyalı uşaqlarla xüsusi pedaqoqlar məşğul olur. Xüsusi proqram tətbiq olunmalıdır. Əgər girsəniz, Temuda disleksiyalı uşaqlar üçün xüsusi setlər var. Məsəl üçün, bu dəqiqə YouTube-da çox geniş məlumatlar var disleksiya ilə bağlı. Kitablar çıxıb. Məndə də var, amma hal-hazırda yanımda belə bir kitab çıxıb, disleksiya, Təranə xanımındır. Təranə Möhsünovanın kitabıdır, disleksiya. Burada tapşırıqlar da var. Məsəl üçün, alıb bunu istifadə eləyə bilərsiniz disleksiyalı uşaqlarla. Əgər oxuya bilmirsə, xüsusi xəttkeşlər var disleksiyalı uşaqlar üçün. Kitabdakı yazıların üzərinə qoyursunuz, o uşağa rahat olur. Bir də sizə məsləhətim olardı, elə digər dinləyən xanımlara da Yerdəki Ulduzlar filmi var, disleksiyalı bir uşaqdan bəhs edir. Mütləq o filmi izləyin. Çox-çox maarifləndirici bir filmdir. Yəni, hər kəsə şiddətlə tövsiyə edirəm. Əgər uşaqla işləyirsinizsə və yaxud da elə valideynsinizsə, uşağınızın inkişafına bir yön vermək istəyirsinizsə, mütləq oxuyun. Daha doğrusu izləyin bu filmi. Yerdəki Ulduzlar. Filmin adı belə gedir. Müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Xanım, siz əgər sualı bitdisə, sual verək. Bəli, buyurun. Bitdi. Müəllimə, bu uşaqlar bağçada bəzən gəlirlər, məktəbə hazırlanmaq istəyir, amma bu oyuncaqlardan ayıra bilmirik bəzən uşaqları. Məsələn, uşaqda oyuncağı atıb nəyəsə oxumağa həvəs necə o keçidi necə edək ki, bu Siz uşağın uşaqlığını nə üçün əlindən almaq istəyirsiniz? Elə o uşağı əgər indi bu yaşında bağça dövründə oyuncaqla oynamayacaqsa, böyüyəndə artıq amma o içindəki o uşaqlıq, oynama istəyi sönmür axı. Böyüyəndə də müəyyən bir yaşa çatanda da o yaşına uyğun olmayan davranışlar sərgiləyir. Uşaqlar elə öyrənmə prosesində
öyrənir. Mən özüm məktəbəqədər təhsil müəssisəsində çalışıram, dövlət müəssisəsidir. Uşaqlar oyuncaqlarla, məsəl üçün bizdə məntiqi riyazi təfəkkür belə bir Hı məşğələmiz -hı. var. Biz məsəl üçün hesablama, mən indi 4-5 yaşlı uşaqlarla işləyirəm. Bizdə 5 dairəsində riyazi əməllərin yerinə yetirilməsi var. Mən uşağa lövhəyə yazım ki, 1 + məsəl üçün 4 elədi 5. Uşaq bundan nə anlayacaq, nə öyrənəcək? Amma mən oyuncaqları və yaxud da digər rəngli həndəsi fiqurları qoyuram stolumun üstünə, uşaqlarla başlayır və yaxud da bir səbətim var, içinə meyvələri düzürəm və onun üzərindən uşaqlar görərək və yaxud da belə bir mənim resursum var. Uşaqlar hər biri kartof firilərini çox sevirlər. İçərisində belə üzərində rəqəmlər yazılıb və saya uyğunda uşaqlar onun içərisində yerləşdirirlər. Belə oyun formasında. Uşaqları oyuncaqlardan ümumiyyətlə uzaqlaşdırmaq lazım deyil. Öyrənməni məsələ oyuncaqlarla da təşkil etmək mümkündür. Yenə deyirəm, baxın, adi bu muncuğun düzülməsi, var ki, müxtəlif formasda rəngli həndəsi fiqurlar var, müxtəlif ölçülərdə. Uşaqlarda o ardıcıllığı tamamlamaq, məsəl üçün, üçbucaqdır, dairədir, kvadratdır qoyursan, uşaq təzədən o ardıcıllığı davam elətdirməlidir. Baxırsan, bəsit bir şeylərdir, amma bizim üçün bəsit olanlar uşaqlar üçün heç də bəsit deyil. Yəni, inkişafını çox yaxşı yönə aparır. Bəli, hər axşamınız xeyir olsun. Gününüz xeyir, buyurun. Mən də öz fikrimi bildirmək istəyirdim ki, Buyurun. dediniz bəsit şeylər. Bəzən də elə uşaqlar olur ki, çox asan və digər uşağın tez həll elədiyi bir məşğələdən tez həll elədiyi bir problem digər uşağa çətin gələ bilər. Ona görə də bu differensial yanaşma ona görə çox önəmlidir ki, şagirdlərdə, bağçalarda, yəni uşaqların inkişafını izləmə şansı verir və onlara şərait yaradır ki, onlar öz potensialını, öz gücünü ortaya qoya bilsinlər. Və yaxud da hər hansı bir problem aşkarlanarsa, bayaq dediyimiz kimi disleksiyası varmı, bu izlənməlidir və valideynə bu haqda məlumat verilməlidir. Və valideyn, müəllim üçbucağı da çox güclü şəkildə olanda uşağın da inkişafı gözə çarpacaq qədər, yəni dərəcədə yüksələ bilir. Bəli. Bundan əlavə, biz uşaqların inkişafından danışdıq. Bəzən elə məktəbəqədər dövrdən danışacağam. Valideynlər, baxırsan, uşaq 4 yaşına gəlib, amma valideyn hələ də yemək yedizdirir uşağına. Başa salmaq istəyirəm ki, valideynləri, bu uşaq bu qaşığı götürməlidir, bu barmaqlar, bu əl işləməlidir ki, uşaq öyrənə bilsin, yaza bilsin. Yəni valideynlər bizim dövrdə ən böyük problemlərdən biri də valideynlər istəmir uşağı kirlənsin, hər şeyi özü etməyə çalışır və bunun nəticəsində də uşaqların inkişafında geriləmələr olur. Bugün dövrümüzün ən böyük qlobal deyərdim ki, problemi nədir? Texnologiya. Uşaqlar çox kiçik yaşlarından texnologiyadan istifadə etməyə başlayırlar. Bunun nəticəsində də nitq geriliyi olur. Məsəl üçün, mənim bir uşağım var, mən şəxsi təcrübəmdən danışmaq istəyirəm. Uşaq bir neçə dildə rəqəmləri saya bilir, meyvələri, rəngləri adlandıra bilir, amma o tərəfə çıxa bilmir də, sadəcə adlandıra bilir. Və bunun da altına enəndə, diaqnostik qiymətləndirmə aparanda müşahidə edirsən ki, uşaq telefonun qarşısında çox olub. Telefonda uşaq necə görüb? Alma, qırmızı, sarı və uşaq ancaq bunları bilir. Amma alma yumrudur, yaşıldır, sarıdır, şirindir. Yəni bu kimi əlamətləri sadalaya bilmir. Ona görə də biz müəllimlər, ümumiyyətlə valideynlər arasında maarifləndirməni güclü aparmalıyıq. Bəli. Və ilk öncədə hər şeydən öncədə evdə valideyndən başlamalıdır. Mən deməli şahid olmuşam ki, birinci sinifə gedən uşaqlar var ki, qazan nədir bilmir, şəklini görür, deyə bilmir. Vedirəni tanımır, sadəcə deyir ki, içində yuyurlar, adını deyə bilmir.
Ona görə də valideyn hər dəfə lap körpəliyindən deyir ki, valideynlər uşaq nə qanır? Xeyr. Artıq onların şuur altısı açıq olduğundan onlar hər şeyi eşidirlər, duyurlar. Qabları yuyarkən belə və yaxud da ki, iş görərkən belə bu yumrudur, bu dairə formasında, bu boş qabdır. Mən indi hal-hazırda yemək yeyirəm. Bu kənardan bir balaca gülməli görsən, əslində bu gülməli deyil. Pedaqoji bax məhz elə uşaq anadan olandan başlayır. Hətta deyərdim elə ana bətnindən başlayır birbaşa. İndi lap dərinlərə getməyək deyənə indi başlayırıq ki, yəni doğulan vaxtlarından başlayır da belə deyək. Bəli, düzgün vurğuladınız. Siz yəqin ki, məktəbəqədər təhsil müəssisəsində Bəli, çalışırsınız. Mən belə sezdim. Çox gözəl. bəli. Ümumiyyətlə, ictimai nəqliyyatda, parkda, yolda gedərkən hər birimizin sıx-sıx rastlaşdığımız bir situasiya var ki, uşaq ananın əlindən dartır, deyir, bu niyə belədir, niyə? Bəli, Bu sualları çox ünvanlayır və valideyn bu bəli. suallardan yayınmağa çalışır. Məhz bu pedaqoji baxımsızlığın elə təməli də budur. Başa düşürəm, bugünkü günümüzdə valideynlər çox yorğundur, işləməyə məcburdur. Yəni uşaqlarla kifayət qədər biz də bura daxilik, kifayət qədər vaxt keçirə bilmirik. Amma bu kimi hallar da gətirib böyük problemlərə çıxara bilir. Bəncə ki, Qrupda pedaqoji baxımsızlıq elə bir haldır ki, yəni davranışında müxtəlif pozuntular aşkarlanır və uşaqlar da kiçikdirlər, gördüklərini Bəli. imitasiya eləyirlər və ona görə də bu pis davranışların qarşısını almaq üçün müəyyən qaydalar tətbiq olunmalıdır və bunu qaydaların da effektiv olmağı üçün bir gün bunu dedik, bu bizim qrup qaydamızdır, keçmək lazım deyil. Yəni mütəmadi olaraq bu qaydalar təkrarlanmalıdır. Ümumiyyətlə, psixoloji olaraq müəyyən problemlər yaşayan uşaqların inkişafında da bu təkrarlar onlarda müsbət dəyişikliyə yol açır. bir də məsəl üçün deyirsiniz, indiki zəmanədə demək olar bir çox valideynlər işləyir və evə hardasa bir 7-də 8-də gəlir. Hətta ondan Bəli. sonra 1 saat bəs edirmi gün ərzində cəmi 1 saat, 20 dəqiqə, yarım saat ki, uşağın inkişafına yəni bəs edir o qədər vaxt. Bəli, əlbəttə, uşaqla siz bütün bir günü keçirə bilərsiniz və yaxud da yarım bir gün keçirə bilərsiniz, amma uşağa heç nə verməyə bilərsiniz. Əsas uşaqla keçirdiyiniz günün, vaxtın uzunluğu deyil, yəni uzun bir müddət keçirmək deyil, keyfiyyətli vaxt keçirtmək lazımdır. Mən özümdən götürürəm, öz təcrübəmdən. Məsəl üçün, mənim anam hər zaman işləyən bir xanım olub, yəni məcbur olub yəni işləməyə. Və bizlə çox qısa bir müddət vaxt keçirə bilirdi. Amma o qısa müddət ərzində bizə elə gözəl tərbiyə aşılayırdı ki, yəni elə keyfiyyətli bir vaxt idi ki, o, yəni bu yaşımızda təbii ki, onun təsirlərini görürük. Ona görə siz düşünməyin ki, mən işləyirəm, 1 saat vaxt keçirirəm. Əsas odur, uşaqla keyfiyyətli vaxt keçirəsiniz. Nağıllar oxuya bilərsiniz. Məsəl üçün, bu yaxınlarda bir valideynimizə deyirəm ki, siz ona nağıl oxuyursunuzmu? Hətta belə tədris ili yeni başlayanda uşaqlarla diaqnostik qiymətləndirmə aparırdım. Müəyyən suallar verirdim söz bazalarını bilmək üçün. Və belə bir statistika, qorxunc bir statistika ortaya çıxdı ki, 4 yaşında uşaqların cəmi ikisində, üçündə, 17 uşaqdan ikisində, üçündə dedi ki, anam mənə nağıl oxuyur. Yəni bu çox qorxunc bir göstəricidir. Yəni nağıllar bəzi ölkələrdə hətta nağıllarla uşaqlar müalicə olunurlar. Məsələn, uşaq qorxub, bu qorxunu aşa bilmir. Uşaqla nə edə bilərik? Müəllimsiniz və yaxud da valideyn sizə deyib ki, məndə olub yəni belə bir hal, müəllimə uşaq bəs qorxub, nə edə bilərəm? Qaranlıqdan qorxur. Balaca bir kölgə teatrı eləyə bilərsiniz. Otağı qaranlıq eləmək, fanardan və xüsusi bizdə var işdə. Arxadan tutursunuz, balaca bir qəhrəmanı hərəkət etdirirsiniz. Yəni uşaqda inkişaf etdirmək istədiyiniz və yaxud da o problemi bilirsiniz, aradan qaldırmaq istəyirsiniz, amma kənardan uşaq onu izləyir, bu ona daha çox təsir eləyir. Nəinki biz gedib uşağa deyirik ki, yox, sən qorxma,
Belə nağıl formasında, oyun formasında uşaqlara çox yaxşı kömək edə bilərik. Bəli, Bu mərhəmət, sevgi autizmlə hisslərini də bax bu cür təqdim eləyə bilərik uşaqlara. Biz o qədər yəni onlar başa düşmürlər. Nəzəri şəkildə onlara nə qədər desək, onlar onu anlamayacaqlar. Amma nağıl terapiyaları ilə, nağıllarla çox gözəl onları mənimsəyirlər və heç vaxt onların Bəli, yadından çıxmır. bəli, ümumiyyətlə biz eşitdiyimiz bir şey ən qısa müddətli yaddaş, ümumiyyətlə eşidərək əldə etdiyimiz məlumatlardır. Amma gördüyümüz bir şey 80% biz unutmuruq. Ona görə çalışıb vizualizasiyaya daha çox önəm vermək lazımdır. Əsasən də uşaqlarda. bəs autizmli uşaqlarla qrup içərisində işləmək olarmı və ya fərdi necə məşğul olmaq olar? 6 yaşlı uşaqdır da belə deyim, autizmlidir. Bilirsiniz, autizm spektr pozuntusu bu da dövrümüzdə ən çox rastlaşdığımız bir necə deyim, çarəsiz bir bəla çoxala gedir uşaqlar. Autizmin göstəricilərindən biri nitqin yaşına uyğun inkişaf etməməsi, diqqətin yayınıqlığı, təbii ki, bunun da özünün dərəcələri var, yüngül, orta və ağır. Yüngül və orta səviyyəli autizm normal, yəni bağçalarda, məktəblərdə uşaqlarla eyni qrupda, yəni onun təlimi, tərbiyəsi təşkil olunur. Amma ağır formalarda xüsusi məktəblər var ki, yəni mütləq orada olmalıdır. Yəni bizdə olub, məndə yox, yanımda bir müəllim yoldaşım var idi. Çox ağır formada bir uşaq var idi, autizmli. Valideyn israrlı idi ki, yəni o uşaq gəlsin o qrupaya, amma uşaqlara çox pis təsir eləmişdi. Nəyə görə? Həssasi Çünki olmur yəni. deyirəm, imitasiya Həssasi eləməyə çox olmur. təqlid eləyirlər. Yəni müəllim üçün də çox çətindir, yəni bir situasiyadır. Mütləq şəkildə bəzən deyirlər inklüziv təhsildir, yəni uşağın haqqıdır, olmalıdır. Bəli, yüngül formalarda biz bunları xüsusi yanaşma ilə, xüsusi metodlarla uşaqlara kömək edə bilirik. Amma ağır forma çox çətindir. Ümumiyyətlə yüngül və orta formada belə müəllim və psixoloq əməkdaşlığı olmalıdır. Mütləq şəkildə müəllim əgər müəyyən eləyibsə, valideyni məlumatlandırmalıdır və psixoloq, psixiatr da bunu təsdiqləyirsə, xüsusi bir proqram təyin olunur uşaqlarla və müəllimlə əməkdaşlığa başlanır. Məsələn, psixoloq bilməlidir ki, uşaq sosial mühitdə, yəni uşaqların arasında hansı davranışları sərgiləyir və yaxud da onun inkişafında hansı dəyişikliklər gedir. Eyni zamanda müəllim də bilməlidir ki, psixoloq uşaqla nələri işləyir, nə edir və o da eyni zamanda bağçada və yaxud da məktəbdə davam etdirməlidir onu. Autizmlə bir də uşaqlarda eyni bir əşyaya maraq, eyni hərəkətlərin təkrarı və alışdığı gündəlik bir rutindən kənara çıxdığı zaman uşaq narahat olur və yaxud da aşırı işıq ona təsir edə bilir. Yəni bu kimi bir neçə göstərişlər müşahidə eləyirsə, müəllim mütləq valideynlərə məlumat verməlidir bundan. Çünki uşaq bağçada və yaxud da müəllimin yanında hər hansısa bir kursda daha çox vaxt keçirir. Müəllim müşahidə edir, ən azından psixologiyanı bildiyi üçün valideyni məlumatlandırmalıdır. Amma çox rastımıza gələn hal budur ki, valideynlər heç qəbul etmək istəmir. Yəni bu yaxınlarda öz müəllim yoldaşım, bir qrupda çalışdığımız müəllim yoldaşım valideynlərdən birinə məlumat vermək istəyib, təbii ki, öz müşahidələrini, valideyn çox sərt formada reaksiya verir və təbii ki, əziyyət çəkən də uşaqdır. Belə. Ona görə valideynlərin mütləq şəkildə maarifləndirilməsi lazımdır. Anadan-gəlmə olur, yoxsa bu uşağın inkişafı ilə olur? Bəli, bəli. Kənar təsirlər, yəni autizmə səbəb olmur.
Onda anadan gəlmə bir prosesdir də bu. Bəli, bəli. Belə. Başqa sualı olanlar var? Günay xanım, chat Salam. bölməsində yazıblar. İstəyirsinizsə oxuyum. Orada Bəli, bir sual zəhmət var. olmasa Sual hələ verə sorun. Təqdim bilərəm. edim sizə. Əlbəttə, buyurun. Buyurun. Aha. Mənim oğlumun 1 yaşı var. Yəni bəzi şeylər var ki, müşahidə edirəm. Prosta yaşı azdır deyə hələ bilmirəm də, yəni dəqiq bilirəm yoxsa yox. Bəli, buyurun. Deməli, adını çağırırıq. Yəni ücə 1 yaş 3 aydır. Hələ heç bir reaksiya vermir də. Yəni dönüb baxmır. Ya da belə kefinə istəyir. Belə deyim də, kefinə nə vaxt özünə sərf edir, onda dönüb baxır. Nəsə istəyəndə gəlir. Yəni belə saymaz uşaq kimi deyim də belədir. Sonra əl çalmaqdır. Məsələn, uşaqlar görürəm də ətrafda oynamaq da onları eləmir. Sonra bu yaxınlarda uşaq əyləncə mərkəzinə aparmışdım. Belə başqa uşaqlar baxıram, hamısı oynayırlar, gülürlər bir-birinə, amma o qarışmır. Ağladı, mənim qucağıma istədi. Başqa uşaq gəldi, onunla oynamaq istədi. Ağladı, istəmədi onunla oynamaq. Yenə mənim qucağıma gəldi. Məsələn, başqa uşaqlara baxıram, topdur, götürüb oynadılar. Nə görür, hamısını ağzına alır. Oynatmır. Başa düşürsüz? Bilirsiniz xanım, ağzını almaq uşaqlarda onlar öyrənməyə, kəşf eləməyə hələ çalışırlar. Yəni bu ağzına almaq bu normaldır, amma adına reaksiya verməlidir. Amma uşaqda autizm var 1 yaşında, biz bunu deyə bilmərik. Bunu müəyyən bir vaxt keçməlidir ki, dəqiq diaqnoz qoyulsun. Amma siz müşahidə edirsinizsə və sağ olun, diqqətlisiniz, övladınızı izləyirsiniz. Bir mütəxəssisə aparmaq lazımdır. Onlar uşağı izləməlidir, davranışlarını. Onlar sizə yön verə bilər ki, uşaqda hansı tədbirləri görmək lazımdır. Və mütləq şəkildə bağçaya qoyun. Çünki sosial mühitdə də iştirak eləsə, bəzi problemlər var ki, sosial mühitdə olanda daha tez aradan qaldırmaq olur. Birisi söz şeydə yoxdur. Məsələn, deyirlər uşaq ücə 1 yaşında deməlidir də bəzi şeyləri. O hələ demir. Nəsə mama, Bəli, məsələn, 1 yaşında artıq bir neçə sözü deməlidir. Siz yenə də mütəxəssisə müraciət etməlisiniz. O sizə daha yaxşı yön verər. Amma bu göstərişlər müəyyən problemlərə səbəb ola bilər. Səbəbi ola bilər daha doğrusu. Çox sağ olun. Buyurun. Bir də bir şey deyim ki, xanım, bəzi problemlər var ki, erkən müdaxilə olunduğunda ona qarşı çıxmaq mümkündür. Məsəl üçün, inkişaf geriliyi var, inkişaf ləngliyi var uşaqlarda. Əgər, yəni yaşıdlarından geri qalmaq. Əgər valideyn bunu erkən müşahidə eləyirsə uşağında və erkən tədbirlər görürsə, müəyyən təlimlərə aparırsa uşaqları, məsəl üçün duyu bütünləməsidir, psixopedaqoqla işdir, yəni aparırsa 5 yaşına qədər bu problemi aradan qaldırmaq olar. Amma bəzi xəstəliklər var ki, 5 yaşa qədər müdaxilə olunmasa, yəni o dərin iz buraxır. Məsəl üçün, inkişaf geriliyi, yaşları arasında geri qalma, müəyyən tədbirlər görülməsə, məsəl üçün, uşaq 3 yaşındadır, amma 1 yaşındakı kimi və yaxud da 2 yaşındakı uşaqların göstəriciləri var uşaqda. Əgər o uşağa kömək olunmasa, bu gerilik getdikcə yaş aralığı uzanır və müəyyən yaşa gəlib çatanda artıq əqli gerilik kimi görünür də. Amma halbuki vaxtında müdaxilə olunsa, yəni bu problemi aradan qaldırmaq olar. Bəzi hətta dərman müalicələri var ki, bu koqnitiv biliklərin əksikliyində istifadə olunur. 5 yaşından sonra artıq onların heç bir beyinə, yəni təsir eləyən dərmanlar, yəni heç bir təsiri olmur. Ona görə vaxtında valideyn, müəllim uşaqda müşahidə etməlidir.
və müəyyən bir tədbirlər görülməlidir. Günay xanım, mən sizə sualları oxuyum. Bir Bəli. nəfər yazıb ki, salam, birinci sinif uşaq yazı yazmaqda çətinlik çəkir. Yəni həvəssizdir, yazmaq istəmir, fikri Bəli. dağınıq olur. Məktəbə qədərə getməyib. Mən necə onu həvəsləndirə bilərəm? Yazısını rahat oturub yazsın. Yenə deyirəm, bayaqları göstərdim. Yazıya kömək eləmək üçün müəyyən hərəkətlər var ki, bu sinir uçlarına təsir eləyir. Bu uşaqlarda çox yaxşı təsir göstərir. Məndə bu kiçikdir, bu formada belə. Bunların böyüyü var. Uşaqlarda quraşdırma bacarıqlarını inkişaf etdirmək üçün satılır oyuncaqların satıldığı dükanlarda var. Yəni onları 20 ədədini götürüb qoyuruq, belə yığırıq. Daha sonra bu karandaşları 5 barmağın arasına bu formada yığırıq, saxlayırıq. Daha sonra bir-bir bunları buraxmağa çalışırıq. Bunlar əlləri inkişaf elətdirir, işlədir. Uşağı yazıya hazırlaşdırır. Sonra nə edə bilərik? Məndə burada var, mən sizə göstərim. Görüm, tapa bilsəm. Müəyyən ölçüdə, məsəl üçün, xətti əyri formada çəkirik, bu formada. Uşaq kiçikdən böyüyə yazır. Hərfin məsafəsi böyüyür. Yəni, bu boyda xəttin arasında yazır hərfi. Daha sonra belə hər formada yazır. O da bunlar yəni yazıya çox yaxşı təsir göstərir. Yenə deyirəm, bir də Orada qeyd plastilin edilmişdi, üzrlü bəli, sayın sözünüzü keçirəm. Orada qeyd edilmişdi ki, uşaq həvəssizdir, yəni yazmaq istəmir. Qələm tuta bilir, yazmaq sadəcə istəmir. yazmaq istəmir, həvəssizdir. Əgər təlimdən yayınırsa, bu uşaqda diqqət əksikliyi də ola bilər. Diqqət əksikliyi olan uşaqlar da təlim prosesindən yayınmağa çalışırlar. Yenə Bir deyirəm, dənə psixopedaqoqlarla iş təşkil olunmalıdır xüsusi. İstəsəniz yönləndirə də bilərəm. Məsəl üçün, Vəfa xanım var, Vəfa Əhmədova. Çox yaxşı təlimçidir özü həm də. İstəsəniz mənə yazarsınız, ya Aytaç xanım yönləndirər mənə. Mən sizə həmin xanımla tanış edərəm. Ya əlaqə olar. Elə nömrəsini Vəfa verərəm. xanımla bir dəfə biz vebinar da keçmişik. Yəni çox yaxşı Vəfa vebinar da Əhmədova, keçmişdik. Çox yaxşı təlimçidir, bəli, çox Bəli, savadlı bəli. xanımdır. Bəli. Burada bir Belə. sual da var. Onu da sizə təqdim edim. Sözlərdə necə öyrətmək olar hərfləri seçməyi, səsləndirməyi? Yenə deyirəm, bunun üçün ən yaxşı metod dinləmə mətnləridir. Məsəl üçün, hər hərfi keçdikcə həmin səslərin üstünlük təşkil etdiyi sözlərdən ibarət kiçik mətnlərdir, dinləmə mətnləri. QR kodu oxudursunuz, uşaq mətni dinləyir. Özünüz də yəqin ki, bilirsiniz, müasir dövrdə istər ingilis dili olsun, istər Azərbaycan dili olsun, yəni imtahanlarda da dinləmə mətnləri çox düşür. Yəni ən aşağı yaşlardan, yəni erkən yaşlardan bu dinləmə mətnlərini uşaqlara alışdırmaq lazımdır. Yenə deyirəm, sözdə səsləri müəyyən etməkdə çətinlik çəkirsə, ən yaxşısı o dinləmə mətnləridir. Və yenə deyirəm, uşaqlarla çoxlu söhbət aparmaq, bu sözdə hansı səsi müşahidə etdin və məsəl üçün dağınıq formada cümlə daxilində sözlər verə bilərsiniz. Məsəl üçün, evə gəldi ata. Məsəl üçün, uşağa sual verə bilərsiniz ki, burada necə bir cümlə qura bilərik? Bərabər dağınıq sözlərdən cümlələr qurmaq. Yəni belə Başqa sualı olan varsa səsləndirə də bilər, yəni rəy bölməsində yaza da bilər.
Bir də uşağın söz bazasını artırmaq ən yaxşı üsuldur. Bunu da nə ilə artırırıq? Uşaqlara çoxlu nağıllar, hekayələr oxumaq, amma obrazlı formada səsləndirmək lazımdır. Yəni uşaq darıxmasın o nağılı və yaxud da hekayəni, təmsili dinləyəndə obrazlı formada. Daha sonra tez-tez kəsib uşaqlara açıq tipli nədir? Yəni konkret cavabı olmayan. Uşaq düşünür və öz fikrini bildirir. Yəni bu tipdə suallara daha çox üstünlük vermək lazımdır. Bir də bayaqları sizə Finlandiya üsulundan danışdım. Onlarda ümumiyyətlə bu oxuma, yazma prosesi, yəni məktəbin ilk illərində necə gedir? Yenə deyirəm, bu səsi eşidir, sözü eşidir, görür və toxunur. Almanı eşitdi, almanı gördü və almaya toxundu. Onlarda ən güclü də onların təhsil sistemidir, ən effektivi. Ki bu günləri bütün dünya çalışır ki, onların metodundan istifadə etsin, öyrənsin. Başqa sualı olan var idi? Salam, Salam, axşamınız xeyir olsun. axşamınız xeyir. Mən bir sual vermək istəyirəm. Buyurun. Mən ailə ev təhsili ixtisasının son kurs tələbəsiyəm. Mən pedaqoq loqoped kimi fəaliyyət göstərə bilərəm hansı müəssisədə? Əvvəllər mümkün idi. İndi valla dəqiq deyə bilmərəm. Yəni yanlış yönləndirə bilərəm. Yəni konkret bir məlumatım yoxdur o yöndə. Bayaq dediyiniz Vəfa xanımın təlimlərinə qoşulsaq biz avtomatik işlə təmin olunma imkanımız var. Ümumiyyətlə bu dəqiqə belə deyim də peşəkar kadrlara çox ehtiyac var. Bilirsiniz, akademik bilikləri əldə etmək bu günləri məlumatın bolluğu olan bir dövrdə yaşayırıq da istənilən bir şəxs uşağından böyüyünə tutmuş, yəni informasiya bizim üçün əlçatandır da, yəni ən çoxu praktika. Praktikanı da necə illərlə təcrübə qazanmış insanlar var ki, onlar illərlə əldə etdiyi təcrübəni müəyyən təlimlərdə sizə ötürürlər. Əlbəttə, yəni özünüzə ən gözəl sərmayə özünü inkişaf etdirməkdir. Yəni siz qoşulduğunuz təlimlərdən özünüz görəcəksiniz ki, heç vaxt əlboş qayıtmayacaqsınız. Mən özüm, Mənim bəli, belə sərbəst sahədə, məsələn, autizm Down uşaqla belə sərbəst işləmişəm də. Praktik cəhətdən məsələn, xüsusi bir yerdə, müəssisədə işləməmişəm. Sadəcə sərbəst autizmli uşaqla işləmişəm, sərbəst iş olaraq da. mən sizi hara yönləndirə bilərəm? Psixologiya Elmi Tədqiqat İnstitutu var. Təzə paylaşım ediblər. Mənə yazsaz Instagram üzərindən mən sizi yönləndirə bilərəm. Müraciət eləyib onlarda məncə təmin kursu bitirdikdən sonra işlə də təmin edirlər. Psixologiya Elmi Tədqiqat İnstitutu tələbələr üçün də proqram, yəni tələbələr də proqramda iştirak eləyə bilər. Siz Aha, çox sağ olun. Siz inşallah bunu təlimdən sonra atarsınız da Instagramımıza yazaram. Orada saxlayarım. Mən qrupda yoxam. Aytaç xanımın səhifəsindən götürə bilərsiniz mənim Instagram səhifəmi yazın. Zəhmət olmasa mən sizə göndərərəm. Oldu, çox sağ olun. Buyurun. Günay müəllimə, mən də sizə öz təşəkkürümü bildirmək istəyirəm. İlk dəfə olaraq qoşuldum. Eşidirsiniz də yəqin ki məni. Bəli, eşidirəm. Buyurun Rəna xanım. İlk dəfədir, yəni təsadüfən oldu, Instagramda rastıma gəldi. Yəni sizin də adınızı, özünüzü yəni ilk dəfə gördüm. Həqiqətən dünən mən bir başqa təlimə qoşulmuşdum. O qədər oradan məyus ayrıldım ki, burada biraz tərəddüd edirdim ki, görəsən necə maraqlı olacaq və s. Və mən bir də sevindim ki, siz həm ixtisas üzrə də tərbiyəçi müəllimsiniz, həm də işləyirsiniz, təcrübəniz var və onları da bizi ilə bölüşürsünüz. Mən özüm işləyən tərbiyəçi müəlliməm illərdir və danışdıqlarınız da həqiqətən də yəni təcrübə təkcə nəzəriyyat deyildir. Yəni nəzəriyyən təcrübədə, yəni sıradan keçirəndə və o cür yəni təlim keçəndə həqiqətən burada iştirakçılar da yəqin təsdiqləyərlər ki,
doğru bir nəticə almaq olur. Həqiqətən də bugünkü mövzuda da sizin dediklərinizdə yəni haqq var ki, uşaqların çox yəni ailədən gələn indiki uşaqlarda nitq ləngimələrini biz də görürük. Dillərin həqiqətən müxtəlif dillərin bir-birinə qarışılması, sonra valideynlərin həqiqətən uşaqlarla yəni az danışılması və s. nitq problemləri uşaqlarda daha çoxdur. Sizə də olduğu uğurlar arzulayıram. Bəlkə də bir qədər Çox çox sağ danışdım, olun. amma sizə həqiqətən mənə çox Yox, xoş yox, oldu. çox sağ olun. Çox sağ olun. Mənim də ilk təcrübəmdə əslində mən də çox həyəcanlıydım. O qədər geniş məlumatlar hazırlamışdım. Həyecandan unutmuş ola bilərəm. İnşallah növbəti Bəlkə hərəkətlərinizdən yəni biraz hiss elədim. Əlbəttə asan bir iş də deyil. Yəni belə canlı ünsiyyətdə olmaq, amma çox xoş oldu mənə şəxsən. Yəni həvəslə dinləyirəm. İnşallah arzu gəlsin. təşəkkür edirəm. Çox sağ olun. Əgər sualı olan yoxdursa, yekunlaşdıra bilərik. Ondan öncə mən də sizə təşəkkürümü bildirim. Həm iştirakçılar, həm də öz adımla sizə təşəkkürümü Çox sağ bildirirəm, olun. Günay xanım. İlk Çox öncə sağ bunu olun. deyim ki, sizinlə tanış olduğuma şad oldum. Çox Əməkdaşlığımız sağ da olun. xeyirli uğurlu olsun. İnanıram ki, davamlı da olacaq. Mütləq yenidən bir webinar keçirərik. Məncə iştirakçılarımız da bu webinarı bəyəndilər. Onlar da indi öz fikirlərini yazarlar rəy bölməsində, səsləndirərlər və Yenidirəm. yaxud Şeydə çox həyəcanlıydım. Əslində son ana qədər o qədər geniş məlumatlar hazırlamışdım. Həyecandan unutdum. Üzrlü saysınlar, dəyərli vaxtlarını ayırdılar, qoşuldular. Çox sağ olsun. Yəni hər zaman nəsə sualları yaranarsa canla başla yəni cavablandırmağa hazıram. Yəni Instagram üzərindən ya belə nömrə ilə əlaqə saxlaya bilərlər. Mən sizin Instagram profilinizi qruplarımızda paylaşacağam. Bir də qrupumuzun linkini də sizə göndərərəm. Yəni oradan qoşula bilərsiniz. Əslində həyəcan mən bildiyimə görə mən belə düşünürəm ki, məsuliyyətdən irəli gəlir, yüksək məsuliyyətdən. Mən sizə işlərinizdə daimi uğurlar arzu edirəm. Çox sağ olun. Nə xoş mənə ki, yəni sizin kimi savadlı və təcrübəli bir pedaqoqla webinar keçirəm və iştirakçılarımız da bəyənirlər. Bilirəm ki, yəni hər birinə xoş oldu bu webinar. Dəyərli fikirləriniz üçün, maarifləndirici webinar üçün sizə çox təşəkkür edirəm. Minnətdaram Günay xanım. Çox sağ olun. Sağ olun. Mən minnətdaram. Sağ olun. Gecəniz xeyrə. Sağ olun, xeyrə qarşı.